Uşaqlar, sağlam qidalanma dedikdə, deməli bütün insanların sağlamlığı birinci nəzərdə tutulur. İnsanın xoşbəxtliyi onun sağlamlığıdır. Sağlamlığın başında duran nədir? Qidanın düzgün seçilməsi, qidalanma. Yəni sağlam qidalanma, yəni biz qəbul etdiyimiz qidalar sağlam olmalıdır. Bu sağlam qidalar əlavə son dövrdə, müasir dövrdə qatlığa qatılan qidaların satılması, qatlığa qatılan, məsələn, cipsidir, koladır, içkilər. Bunların tərkibində saxlanması üçün, qalması üçün qatlılar, konservatlar var. Əlavə qatlılar var ki, bu da insan orqanizmi üçün nədir? Ziyandır. Onu qəbul edən zaman insanın maddələr mübadiləsi, qəbulu zamanı maddələr mübadiləsi pozulur və gətirir, yekunlu maddələr mübadiləsinin pozulmasına gətirib artıq çəkili, biyələnməyə gətirib çıxardır ki, biyələnmədən sonra da kökəlmə, artıq çəki onların meydana gələn xəstəliklərə səbəb olur. Yəni bu qidaların tərkibi, qatlılar qatılır, konservatlardır. Yəni bu ziyanlı, çalışın ki, təbii məhsullar yeyin, ev yeməkləri yeyin. Bunların hamısı bağlanan konservatlar, konserv olunanlar. Hamısı ziyanlıdır, zərərlidir. Təbiilər, məsələn, qatıq süd məhsullardır. Niyə? Məsələn, qatığın keyfiyyəti, əhəmiyyəti nədir? Bağırsaqda qidanı, bağırsağı hərəkət elətdirir, həzmi daha da asanlaşdırır. Sonra təbii qidalardan istifadə edin. Həmişə evdə ev yeməklərindən istifadə etmək lazımdır, anamızın pişirdiyi yeməklərdən. Bu qatlılar qatılanlar hamısının içərisində bunun saxlanması xüsusi konservatlar var ki, o da bizim orqanizmimizə, məsələn, fəsfasiyəli şişlərin, hərçənglik əmələ gəlməsinə səbəb olur. Qaraciyərdə zəhərlərin, toksinlərin təmizləyən qaraciyərdir. Qaraciyərin gətirib xəstəliyinə gətirib çıxardır da, yekun hərçəng xəstəliyinin səbəb olur insanlarda. Ona görə də məsləhətdir ki, həmişə o konservat malları, yəni nə qədər müddəti uzadılırsa, onlar bir o qədər də ziyanlı sizə. Onları yemək məsləhət deyil. Çalışın ki, evdə bişirilmiş, bir də qidanızda müxtəlif qidalar olsun. Daim eyni qidalardan istifadə etməyəsiniz.